Salam dəyərli izləyicilər, bugünkü buraxılışımızda həmkarım Elşad Haşimov ilə birlikdə sosial media hesablarının təhlükəsizliyindən danışacağıq. Elşad bəy, sosial media platformalarından necə təhlükəsiz şəkildə istifadə etmək olar? Sosial mediadan təhlükəsiz istifadə etmək üçün fərdi məlumatları məhdud paylaşmaq, mürəkkəb parol və 2 mərhələli təsdiqləmə tətbiq etmək, şübhəli keçidlərdən uzaq durmaq, gizlilik ayarlarını düzgün tənzimləmək, tanınmadığı şəxslərin sorğularını qəbul etməmək və paylaşım etməzdən əvvəl informasiya təhlükəsizliyinə diqqət yetirmək vacibdir. Bəzən müəyyən platformalara giriş zamanı Login with Facebook, Google, Apple kimi funksiyalar tövsiyə olunur. Bu funksiyalardan istifadə etmək hansı təhlükələri yarada bilər? Bu funksiyalar rahat görünsə də, təhlükəsizlik baxımından risklər yaradır. Bir sosial media hesabı ələ keçirilərsə, həmin hesabla giriş edilən digər platformalar təhlükə altına düşə bilər. Həmçinin üçüncü tərəf tətbiqləri geniş icazələr əldə edə, fərdi məlumatlar servislər arasında paylaşıla, hesabın bloklanması digər platformalara girişin itirilməsinə səbəb ola bilər. Buna görə də kritik platformalara ayrıca parol ilə qeydiyyat tövsiyə olunur. Sosial media hesablarında gizlilik ayarlarını düzgün tənzimləmək niyə vacibdir? Gizli ayarları hesabı kimlərin görə biləcəyini idarə edir. Düzgün tənzimlənmədikdə məlumatlar geniş auditoriyaya açıq qalır və bu sosial mühəndislik, izləmə və kiberhücum risklərini artırır. Paylaşımları yalnız dostlara məhdudlaşdırmaq tövsiyə olunur. Sosial mediada tətbiqlərə və üçüncü tərəf servislərinə verilən icazələri idarə etmək niyə əhəmiyyətlidir? Bəzi üçüncü tərəf tətbiqləri profil məlumatlarına, dost siyahısına və mesajlara geniş çıxış icazəsi tələb edə bilər. Etibarsız tətbiqlər məlumat sızmasına və sui-istifadəyə səbəb olur. Vaxtaşırı tətbiqlər və veb saytlar bölməsini yoxlayıb, istifadə olunmayan tətbiqləri silmək lazımdır. Saxta sosial media hesablarını necə müəyyən etmək olur? Saxta hesablarda adətən az izləyici olur. Profil və məlumatlar real görünmür. Tanışlara sorğular göndərilir və şübhəli mesajlar yazılır. Belə hallarda profili bloklamaq, şikayət etmək və yaxınları xəbərdar etmək lazımdır.